Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Aminlər, amin turşular və zülallar bölməsindən nitro birləşmələr və aminlər birinci bölməyə baxırıq. Burada bizdən nə istəyir? Nitrobenzolun dəmir qırıntısı və xlor turşusu ilə birgə reaksiyasından birini alınır. Reaksiyanı burada yazın. Demək nitrobenzol NO2 və benzol halqası üzərinə dəmir qırıntısı ilə birlikdə xlorid turşusu gəldiyimiz zaman elə bil ki, dəmir buradakı hidrogeni ayırıb NO2 ilə reaksiya salır da. Biz sərbəst atomar hidrogenlə necə reaksiya girmirdi bu da həmçinin. Bu zaman əmələ gəlir anilin, yəni amin benzol, dəmir 2 xlorid bu şəkildə reaksiyamız gedəcək, plus suda ayrılır. Ayrılan hidrogen, buradan ayrılan hidrogen reaksiya gerir. Yəni anilin alınır, B variantına uyğun gəlir. Anilin artıq miqdarda ötürülmüş bromlu su ilə reaksiyası son məhsulu hansı birləşmədir? Bilirik ki, amin qruplar, amin D, fenol qruplarıdır ki, bunlar əvəz etmənin 2, 4 və 6 istiqamətdə getməsinə səbəb olur. Yəni ki, brom istiqamətində əvəz etmə baş verəcək. Plus H brom da alınacaq. Yəni 2, 4, 6 tribrom anilin alınır. C variantına uyğun gəlir. Hansı maddənin 1 molunun həcmi normal şəraitdə 22,4 litr tutur? Bu qaz halında olan maddə olmalıdır. Buradakı aminlərin birinci nümayəndəsi D variantı metilamindir. D variantına uyğun gələcək. O nitrotoluolun quruluş formulunu göstərin. Nitrotoluol deyirsəm, burada nitro birləşmə var. O nitro, yəni orto. Orto 1-2 vəziyyətidir. Yəni bu hissədə CH3 fərq eləmir. CH3 burada NO2 yazım. Və yaxud da əksi, yəni 1-2 istiqaməti olmalıdır. Onun üçün də C variantı uyğun gələcək. Diqqət edin. 1-2 variantı. Yəni ki, burada bu 1 artıq 3-dür, çünki 2 bura düşür. Bu artıq para vəziyyətdir. Meta vəziyyətdir. Buradadır ki, 1, 2, 3, 4 bu meta vəziyyətdir. Onun üçün də cavabımız C variantına uyğun gələcək. Paranitrotoluolun formulu paradakı bayaqlar dedik 1-4 istiqamətində olmalıdır. 1-4 istiqamətindəki C variantında özünü göstərir. 1, 2, 3, 4 istiqamətində. Növbəti sual. Molekulunda 2 ədəd ikili karbon atomu olan birli amini göstərin. Birli amin o deməkdir ki, bir tərəfdə amin qrup birləşsin. Yəni ki, amin qrupa bir radikal birləşsin. Məsəl üçün C üçlüdür, D ikilidir, Y də ikilidir. Çünki diqqət edək amin qrupa iki tərəfdən müxtəlif radikal birləşir. Bu artıq ikili olacaq. Burada həmçinin bu da ikilidir. Bizdən isə nə soruşur? Birli amin. Birli amin A, B-dir. 2 ədəd ikili karbon atomu olan deyir. 2 ədəd ikili karbon atomu, bu 1 ədəd ikili karbon atomu. İkili nə deməkdir? Yəni 2 tərəfdən karbon atomu birləşsin. Burada 1 ədəd ikili karbon atomu var, amma burada isə 1 və 2 ədəd ikili karbon atomu var. Amin qrupa birləşən karbonla birləşdikdə birli, ikili yaradır. Aminlər isə 2 və daha müxtəlif tərəfdən radikallar birləşdikdə maksimum 3-lüyə qədər ola bilir. Bu belə.
Molekulda bir ədəd ikili karbon atomu birli aminin formulunu göstərin. Yenə həmin suala oxşar sualdır. Deyir, ikili karbon atomu olan, bir ədəd ikili karbon atomu olan birli amin. A variantı ikili amindir. D variantı üçlü amindir. Y variantı olacaq cavabımız elə. Çünki bir ədəd ikili karbon atomu var və birlidir. C variantı da ikilidir. B-də ümumiyyətlə ikili karbon atomu yoxdur deyə cavabımız Y qalır. Maddəsi hansı sinif birləşmələrə aiddir? Duzlara. Niyə? Çünki aminlər özünü əsas kimi aparır. Bu da turşu. Əsasla turşu da ki bir-birinə birləşəndə duz əmələ gəlir. B variantı. 9 da həmçinin duzlara aiddir. C variantı. Hansı birləşmə xlor turşu ilə qarşı təsirdə olur? Əsası xassəli özünü aparır. Demək, anilin. Onun üçün də cavabımız B variantı. Eyni şərətdə hansı maddə molekulunda H xloru daha asan birləşdirir? Daha çox əsası olsun. Çünki bu turşu qrupudur. Turşudur. Turşu özü ilə daha çox əsası olanla birləşəcək. Onu da yadda saxlayaq. Doymuş radikallar nə qədər amin qrupa, yəni üçlü, ikili və birli formasında. Üçlü daha çox əsası xassəlidir. Üçlü amin, amma hansı üçlü amin? Doymuş üçlü amin radikalın olsun. Misal üçün deyək, CH3, NH2 daha zəifdir. CH3, NH, CH3-dən. İndi biz bunu görürsünüz ki, bu mötərizəyə alıb 2-də yazırlar bu hissəyə. Amma ki, yəni 2 dənə belədir, yəni o deməkdir. CH3, CH3. Bu ikili amindir. Bundan da bir dənə də birləşdirsə olacaq üçlü amin. Yəni üçlüyə doğru getdikcə əsasilik xəssəsi artır. Bu istiqamətdə, yəni bu bundan kiçikdir. İndi biz də burada baxırıq ki, doymuş birli amin, ikili amin. Bunlar doymamışlar da avtomatik olaraq A ilə D-dən zəif olacaq. Burada A ilə D arasında ən güclü əsas xəstəlik D variantındadır. Hansı maddə anilinlə reaksiya daxil olmur? Anilin əsas xəstəli olduğuna görə əsaslarına reaksiya daxil olmaz. Anilin xlorid turşuya qarşı təsir məhsulu hansı sinif birləşmələrə aiddir? Anilin amin olduğuna görə duzlara aid olur. Çünki xlorid turşusuna birləşəndə duz əmələ gətirəcək. Hansı birləşmələrdən bir nitro birləşmə, digəri isə aminlərə aiddir? Nitro birləşmə NO2 qrupunun birbaşa karbon atomuna birləşməsi, bir də ki, amin qrupdakı NH2 qrupuna birləşməsi nəticəsində əmələ gəlir. Məsəl üçün, burada NO2 qrupunu görürsünüz, bu efir qrupudur. Çünki oksigenlə birləşib, birbaşa, və yaxud da burada oksigenlə birləşib, burada oksigenlə birləşib. Yəni, Y, C, B variantlarında artıq nitro birləşmə deyil də mürəkkəb efirdir. Çünki oksigenlə birləşir. Biz dedik, NO2 birbaşa karbonla birləşməlidir. Cavabımız burada birinci nitro birləşmə, sonra amini istəyir. Buna da ardıcılığa da diqqət etmək lazımdır. Cavabımız A variantı. Hansı birləşmə bir nitro birləşməli, digərsə amin turşulara aiddir? Yenə həmin nitro birləşmə, digərsə amin turşu. Amin turşu? Hə, amin turşu. Bayaqçı da amin turşu idi ki, yoxsa amin deyirdi. Aminlərə aiddir. Burada amin turşu deyir. Hə. Amin turşu deyirsə, həm amin, həm də turşu qrupu olan və B variantı uyğun gələcək. Bu da nitro. Amin turşulara aid oldu. Hansı birləşmə hər ikisi aminlərə aiddir? Yəni, ikisi də NH2 qrupu daşısın. Nitro birləşmə, ondan sonra üçlü amin, ikili amin, əksi aminlərə aiddir B variantında. Hansı birləşmə bir nitro birləşmələrə, digər isə aromatik aminlərə aiddir? Aromatik, yəni ki, benzol halqası olsun. Onda ikinci istəyir, A variantında olmadı. Nitro birləşmə, digər isə aromatik aminlərə aiddir. Demək, nitro birləşmə, sonra amin. C variantı. C variantında görürsünüz ki, birinci nitro birləşmədir, ikincisi isə anilindir. Üçlü amini göstərin, üç tərəfdən radikalla əvəz olunma. Ki, bu da A variantına uyğun gələcək. İkili amini göstərin, o da ki, iki tərəfdən radikalla əvəz olunsun. A variantına baxsaq, cavabımız çıxacaq ki, iki müxtəlif tərəfdən
radikalla əvəz olunmuşdur. İkili amində azot atomunun neçə karbohidrogen radikalı birləşir? İkilidə indi dedik ki, 2 radikal birləşməlidir. Üçlü amində azot atomuna neçə karbohidrogen radikalı birləşməlidir? 3 birləşməlidir ki, indi izah elədik onu, yenə bir dənə burada deyim ümumilikdə. Yəni bir tərəfdən, iki tərəfdən belə birləşibsə ikili amin, bir tərəfdən birləşibsə birli amin, üç tərəfdən birləşibsə üçlü amin olacaq. Burada görürük ki, iki tərəfdən radikal birləşib. Radikallar fərqli-fərqli də ola bilər. Yəni C2H5 və yaxud da izopropil, ikili butil, izobutil və ilə axır və s. 24. Metilamin. Yəni metil amin. Molekulunda atomların sayı CH 4 dənə burada, 3 dənə də burada, 7 dənə atom var və birli aminlərə aiddir. B variantına. Çünki bir tərəfdən radikalla əvəz olunmuşdur. Dimetilamin artıq 2 dənə metil qrupu müxtəlif tərəflərdən amin qrupları ilə birləşir bu şəkildə. Bu ikili amindir. İkili amin bizdə ikili amin bu A variantı. Dimetil etil amin. Bu artıq üçlüdür. Niyə? Çünki 2 dənə metil qrupu birləşib deyir bizə. Bir dənə də etil qrupu birləşib deyir. İndi burada da ki görürəm üçlü amindir. O da ki B variantına uyğun gəlir cavabımızda. Hansı reaksiyadan duz alınmır? Hansı reaksiyalardan duz alınmır? Aminlərin turşularla reaksiyasından duz alınır. Kalium OH-ın kalium xlorid əmələ gətirəcək burada. Plus CH3, CH bunların yerində OH olacaq, OH olacaq. Bir də kalium xloru ayrılacaq, duz əmələ gəldi. Sink xlor2 etilen əmələ gələcək. Yəni burada sink xlor2 əmələ gələcək. Bu hissədə 2 qat rabitə birləşəcək. Burada da ki natrium OH gəldiyimiz üzərinə zaman alınacaq sirkə turşusunun natrium duzu, yəni natrium asetat, bir də C2H5OH. Y variantına baxsaq, burada sadəcə spirt alınır, yəni CH3, CH2OH, efir, aldehidlərin hidrogenləşməsi. Cavabımız Y variantına uyğun gəlir. Xlor turşusunda metilamin buxar buraxılmışdır. Reaksiya nəticəsində 13,5 qram duz əmələ gəldiyini, belə reaksiya neçə litr metilamin daxil olduğunu hesablayın. Burada sadə bir şey. Metilamin CH3NH2-dir. Üzərinə xlorid turşusu gəliblər. Müvafiq duz alınır. Yəni CH3NH3 xlor. İndi burada bizə deyir ki 13,5 qram duz alınıb. Və nə qədər metilamin, neçə litr metilamin reaksiya daxil olub. Onda baxırıq, görürük ki 67,5 qram reaksiya daxil olduğu zaman neçə litr alınır? 22,4 litr alınır. Onda x-imiz bərabərdir. Buna bu neçə dəfə ixtisar gedəcək? Buranla bura 5 dəfə ixtisar getdi. 22,4-ü də 5-ə böləndə bizə verir 4,48 litr. Ki cavabımız C variantına uyğun gələcək. Etilamini amoniakda necə fərqləndirmək olar? Etil amini amoniakdan necə fərqləndirmək olar? Qələmi məhlulə təsir etməklə, nə etilamin, nə amoniak qələmi məhlulə reaksiya. Xlor turşusu hər ikisi girəcək. Əhəng suyundan buraxmaq olur. Yanma məsələn əhəng suyundan buraxmaqla bəli. Niyə? Çünki etilamin tərkibində karbon var. Yandığı zaman karbon qaz alınacaq. Bu da əhəng suyunu bulandırar. Onun üçün də ki əhəng suyundan buraxmaqla yaza bilərik. Anilini metilaminlə necə fərqləndirmək olar? Xlorid turşusu ilə yenə hər ikisi reaksiya girəcək. Lakmusla. Çünki anilin əsasi xəstə olmasına baxmayaraq lakmusa təsir etmir, amma metilamin təsir edəcək. Onun üçün də cavabımız B variantına uyğun gəlir. Sonra hansı reaksiya tənliyi fenilaminin əsası xəstəli olduğunu
göstərir. Yəni anilinin əsası o da ki, turşularla reaksiya daxil olub duz əmələ gətirməsi olmalıdır ki, o da D variantında öz əsasını, əksini tapmışdır. Sonra hansı maddə toluol və anilinlə reaksiya daxil olur? Toluol və anilinlə reaksiya daxil olan bromdur. Çünki toluol da metil halqası var üzərində, yəni benzol halqası. Burada toluolda CH3-dür. İndi bu anilin olanda bu hissədə amin qrup olur. Fərq yoxdur, hər ikisi eyni xüsusiyyəti göstərir. Yəni ki, 2, 4, 6 istiqamətində əvəz etmə baş verir. D variantına uyğun gəlir. Benzol və anilinlə reaksiya daxil olur. Burada benzol və anilinlə reaksiya daxil olan oksigen olar. Benzol da yanır, anilin də yanır. Amoniak girməyəcək, H-xlor anilinlə girər, benzolla girməz. Kalium OH heç birinə girməz, natrium heç birinə girməz. Onun üçün də cavabımız qalır A variantı. Fenilaminin artı miqdarda götürmüş bromla, yəni ki, anilinin bromla 2, 4, 6 istiqamətində bromla əvəz etmə baş verəcək. Yəni, burada onu yazım. Nəticə etibarı ilə 2, 4, 6 tribrom anilin alınacaq. Y variantına uyğun gələcək. Maddələrin əsası xəstələrinin artma sırası, bayaqlarda bunu qeyd etdik. Yəni ki, aromatik birləşmələr onun əsasilik xassəsini azaldır. Doymuş radikallar isə əsası xəstəliyini elə bil ki, NH3-ə görə müəyyən etsək, NH3-ə nə qədər doymuş radikal birləşdirsək, əsasi xəstə artır, nə qədər aromatik birləşmə birləşdirsək, əsasilik xəstəsi bir o qədər azalır. Onun üçün də burada cavablarda baxsaq, C variantına uyğun gəlir. Çünki aromatik, sonra amoniak, sonra bir dənə CH5, burada isə 2 dənə CH5 doymuş radikaldır. Cavabımız C variantı. Maddələrin əsas xəstəsinin azalmasını deyirik. Bu dəfə əksini istəyir. Yəni, burada da ki, baxsaq elə A variantına uyğun gəlir. Daha çox, nisbətən az, orta, yəni ki, belə deyək, bundan azdır. Ən azı da ki, anilin oldu. Yəni, cavabımız 36-da A variantına uyğun gəlir. Hidrogen xlorid qazı metilaminin suda məhluldan buraxdıqda 135 qram duz əmələ gəlmişsə, reaksiya neçə litr hidrogen xlorid daxil olmuşdur. Normalda 1-1-ə nisbətində reaksiya daxil olurlar. 135 qram duz 2 mol duz deməkdir. Bu da ki, 2 mol H-xlordur 44,8. Yəni, bunu şifahi deməyək, belə də yaza bilərik ki, demək, burada nə idi? Demək, metilamin. Reaksiya daxil olduqda CH3, NH3 xlor alınacaq. Burada da görürəm ki, 1-1-ə nisbətində reaksiya gedir. Yəni, 1-1-ə nisbətində reaksiya gedir. Bu hissəni silib burada yazaq. CH3, NH3 xlor. Transkripsiya mühtəsisini yazmasa da olar, belə də yazaq. Bizə deyir ki, 135 qram bundan alınıb. Nə qədər xlorid turşusu reaksiya girər? 67,5-ə 22,4-dür. Tənasibi qursaq, bura 135, yəni mutasiya uğrasa da 135, x-imiz 44,8 edəcək. Yəni, D variantına uyğun gələcək. Hansı birləşmə H-xlor reaksiya daxil olmur? H-xlor ilə reaksiya daxil olmur. 1 daxil olmayacaq, çünki artıq duzdur. Demək, 2 də daxil olmayacaq, çünki duzdur. 4 əsası xassəlidir, 3 əsası xassəlidir. Onun üçün də 3 və 4 reaksiya daxil olacaq. Amoniak, xlor turşusu əsası xassəlidir girir. NH2-lər girəcək. Birli, ikili, üçlü aminlərin sayını müəyyən edin. Birli, ikili, üçlü aminlərin sayını müəyyən edin. Demək, bu birli amindir. Birli aminlərə bir dənə yazaq, burada belə xət. Sonra, bu üçlü amindir ki, buraya yenə bir dənə yazaq. Belə də ki, üst böyürlərinə yazsaq,
Bu da birli amindir. Bu da ikili amindir. Yəni bura birli amindir. Neçə dənə birlimiz oldu? 2 dənə birlimiz oldu. Bir dənə ikilimiz oldu. Bir dənə də üçlümüz. 2 1 1. 2 B variantına uyğun gələcək 39-da. 40. Birli, ikili, üçlü amillərin sayını müəyyən edin. Yenə deyir. Bu birlidir çünki amin qrup bir tərəfdən birləşib. Bu üçlüdür. Bu yenə ikilidir. Bu da ikilidir. İkili 2 dənədir. İkili 2 dənədir. Üçlü 1 dənədir. Birli də 1 dənədir. 1 2 1 elə variantına uyğun gəldi. Duzun formulunu göstərin. Aminlər turşu ilə birləşəndə duza çevrilirdi ki, burada yodid turşusu. Cavab Y variantı. Trinitrogliserin partlayan zaman azot, karbon qazı və demək qazlar soruşur. Hansı qazlar ayrılır? Azot, karbon qazı, bir də ki demək trinitrogliserin parçalandıqda azot, karbon qazı və su əmələ gəlirdi. Bir də oksigen. Azot, karbon qazı, oksigen D variantına uyğun gələcək. Sonra aminlərin yanması zamanı hansı qazlar ayrılır? Aminlərin yanması zamanı hansı qazlar ayrılır? Aminlər də ki, yanan zaman azot, karbon qazı və su əmələ gətirirlər. Azot, karbon qazı və su əmələ gətirirlər. Yanması zamanı qazları soruşur. Azot və karbon qazı. Azot və karbon qazı B variantına uyğun gələcək. 1 mol propilaminin tam yanmasında neçə mol azot alınır? Propilaminin tərkibində bir dənə azot var axı. Təməzzül neçə mol su və propilamin formulunu yazaq. CH3 H7 NH2. Burada görürük ki, neçə dənə hidrogen var? 9 dənə hidrogen var. Suyun tərkibinə bundan 4,5 düşməli tikəm salınır ki, 9 dənə hidrogen olsun. Çünki oksigende hidrogen yoxdur. Hidrogen demək amindən keçir. Plus da ki, bu azotun 1 molunda bir dənə azot var. Bunun qabağına 0,5 ataq ki, bu 2-yə vuranda 1 eləsin. 4,5 1 B var. 4,5 0,5 D variantına uyğun gəlir. 1 mol dimetilaminin tam yanması neçə mol azot alınır? Dimetilamin yenə CH3, NH və CH3. Burada da hidrogenləri sayısağı yenə 7 dənədir. 3, 3, bu da 1 hidrogen. 7 dənə hidrogenimiz var. Bura 3,5 düşəcək. Azotumuz da ki 1 mol dediyinə görə bura 0,5 düşür. 0,5, 3,5 A variantına ilə uyğun gəlir. Altdan 172 litr asetilenin neçə qram anilin almaq olar? Burada tam reaksiyaları yazmaya heç ehtiyac yoxdur. Sadəcə belə bir şey deyək də, yəni getmişik, belə bir test düşüb, C2H2-ni C6H5NH2-yə çevirməliyik. Karbona görə hərəkət eləyərik. Burada əsas element karbondur. Burada 6 dənə var. Demək, bundan 3 dənə. Əslində, yəni bu asitlərin trimerləşməsindən benzol alacam, benzolun nitrolaşmasından nitro-benzol alacam, sonra hidrogenləşdirəcəm. Bu qədər reaksiyaları yazınca xeyli vaxt itirmiş olaraq. Bizə də deyir ki, bunun altdan %72 litrindən neçə qram anilin alınır? X, amma 67,2-sindən baxıram, görürəm ki, elə 93 qram almaq mümkündür. Onda X-imiz də bizə verəcək 9,3 A variantı edər burada. 47, 18,6 qram anilin almaq üçün neçə litr asetilen lazımdır? Yenə eyni sualdır. Sadəcə burada bu kütlələrin yerin dəyişib. Bizə nə deyir? 18,6 qram anilin almaq üçün neçə litr asetilen lazımdır? Bilmirəm, amma 93-ə 67,2
X bərabərdir 13,44 ki, bu da B variantına uyğun gələcək. Trimetilaminin formulu hansıdır? Trimetilamin, yəni ki, amin tərəfində 3 dənə metil qrupu olsun. Metil, 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 trimetilamin. Ki, bu da D variantına uyğun gəldi. Hansı reaksiya getmir? Demək, A variantı əsası xəstə turşu reaksiya gedəcək. B variantında brom hidrogenlə burada əvəz etmə reaksiyası gedəcək. C variantı getməz. Niyə? Çünki əsas xəstəli reaksiya daxil olmayacaq. Duz əmələ gələcək, burada da yanmadır. Cavabımız C variantı edəcək. Hansı birləşmə əsas xəstəsi daha güclüdür? Bayaqlar dediyimiz kimi doymuş radikal hissəsi nə qədər çoxdursa bir o qədər əsaslı xəstəsi çox olacaq. Y variantı. Hansı maddə və ya maddələr anilinlə reaksiya daxil olur? Anilin, yəni benzol halqası da var. Amin qrupun təsiri nəticəsində burada əvəz etmə 2,4,6 bromla reaksiya daxil olacaq. Həmçinin amin qrup turşu olduğuna görə, əsas olduğuna görə turşu ilə reaksiya daxil olacaq. Əsas edici bunlarla da reaksiya daxil olmayacaq. Cavabımız 1-2 B variantına 51-də uyğun gəlir. Hansı maddələr anilin və fenolla reaksiya daxil olur? Anilin və fenol. A variantı brom, yenə əvəz etmə kənarlarda, nitrat turşusu da həmçinin anilinin amin qrupu ilə, fenolun da ki, benzol halqası ilə trinitrofenol əmələ gətirə bilir. Daxil olmayanları istəyir fenol və anilinlə. Brom daxil olduğuna görə olmadı. Oksigen hər ikisi yana bilir. Sonra xlor əvəz etmə. Cavab Y variantı. Bunların heç biri reaksiya daxil olmayacaq. Burada ən azından H-xlor anilinlə reaksiya daxil olur. Ferin xloru 3 anilinlə reaksiya daxil olmaz. Hansı ifadə metilamin üçün doğru deyil? Qaz halındadır. Havada yanır, yana bilər. Suda həll olur. Metilamin də amin həll olacaq. Etilaminin homoloqudur. Xlor düzlə reaksiya daxil olur. Adi şəraitdə bərk haldadır. Xeyr, qaz halındadır. Y variantı yanlış oldu. Ona görə götürür. Hansı ifadə etilamin üçün doğru deyil? Etilamin. Metilaminin homoloqudur. Bundan sonra, bəli. Dimetilaminin izomeridir. Dimetilaminin də tərkibində 2 dənə karbon var. Bunda da 2 dənə karbon var. Yəni ki, izomeri olacaq CH3, NH, CH3. Bir də ki, C2H5, NH2. Gördüyümüz kimi bunlar bir-birinin izomeridir. Yəni B variantı olmayacaq. Havada yana bilir. Əsaslı xəstəsi NH3-dən zəifdir. Yalan danışır. Çünki artıq demək, amin qrup ora gələndə əsaslı xəstəsini artırmış olur. 56. Hansı ifadələr anilin üçün doğrudur? Anilin də ki, amin benzol. Amin benzol, bəli. Demək, burada 1 mol tam yandıqda 0,5 mol azot alına bilər. Bəli, çünki bunun tərkibində azot bir dənədir. 1 doğrudur. 1 azot atom olduğuna görə 0,5-ə vuranda 1 azot çıxacaq, düzdür. Xlor turşusu ilə duz əmələ gətirir, çünki amindir. 2-li deyil, 1-lidir. 1-2 doğrudur. B variantına uyğun gəldi cavabımız. Hansı ifadələr anilin üçün doğrudur? Aromatikdir, gördüyümüz kimi, bəli. Suda pis həll olur, bəli. Bəli deyirəm, minus qoyuram. 1 mol tam yandıqda 2,5 mol su alınır. Bu C6H5NH2-dir. Burada da gördüyümüz kimi 7 dənə hidrogen var. Demək 2,5 deyil də 3,5 alınmalıdır. Bu da ki 1-2 C variantı doğruları istədiyinə görə. Hansı maddə adi şəraitdə qaz halındadır? Onun suda məhlul lakmusun rəngini göyərdir. C variantına uyğun gələcək. Amindir. Aminlər də ki lakmusu göyərdəcək əsas xəstəli olduğuna görə. Anilin hansı maddə ilə reaksiya daxil olur? Anilin demək əsası xəstəlidir və həmçinin də bromla əvəz etmə reaksiyasına daxil olur. 2,4,6 istiqamətində brom şəklində belə birləşir. 2,4,6
bromonilin əmələ gətirəcək D variantına uyğun gəlir. Aminlərin əsaslı xassəsinin artma sırası. Burada görürəm ki, fenilamin, benzol, C6H5NH2 ən zəifi bu olacaq. Birinci ən zəifi X-dir. Sonra metilamində bir dənə metil qrupu var, dimetilamində 2 dənə metil qrupu var. Bunlar doymuş radikalların sayı artdıqca biz deyirdik ki, əsasilik xassəsi artır. Onda XZ, Y istiqamətində əsasilik xassəsi artacaq. XZ, Y istiqamətində, o da C variantına uyğun gəlir. Belə hörmətli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, davamı olacaq. Gələn videolarımızda görüşənədək inşallah.